Tələbələrimizi ən çox maraqlandıran suallar da Polşadakı prezident seçkiləri idi. Bəli, 2 iyun 2025-ci ildə Polşada prezident seçkilərinin qalibi milliyyətçi Karol Nawrocki oldu. O, cəmi 50,89% səs topladı. Rəqibi Varşava meri və Avropa İttifaqı ilə əlaqələri yaxşı olan Rafal Trzaskowski isə 40,11% səs topladı. Nawrocki Trump ilə yaxınlığı və Avropa İttifaqına qarşı sərt tənqidləri ilə tanınır. O həmçinin LGBT hüquqlarına, aborta və liberal dəyərlərə qarşı çıxır. Trzaskowski isə Avropa ilə inteqrasiyanı gücləndirmək, LGBT və qadın hüquqlarını inkişaf etdirmək, hüququ inkişaf etdirmək və Ukraynanı NATO-da dəstəkləmək vədləri vermişdi. Hər iki namizədin əsas fərqlərindən biri də miqrantlara qarşı yanaşmasıdır. Nawrocki sərt sərhəd siyasəti və miqrant axınının qarşısını alması tərəfdarıdır. Trzaskowski isə Avropa standartlarına uyğun və humanitar yanaşır bu məsələlərə.